Şirvanşahların 11-ci əsrinə. Şirvanşahlar dövlətində sırayla 3 dənə bizim sülaləmiz hakimiyyətdə olub əslində. Deyək, birinci məziyyətlərdir. Bilirik ki, dövləti bunlar yaradır. Məziyyətlər 861-ci ildən 1027-yə qədər məziyyətlərin hakimiyyətləridir. Məziyyətlərdən sonra kəsranilər hakimiyyətə gələcək. 1027-ci ildən 1382-ci ilə qədər. Kəsranlərdən də sonra Dərbəndlər hakimiyyətə gələcək. Dərbəndlər 1382-dən 1538-ci ilə qədər, yəni süquta qədər. Biz neynədik? Birinci dərsimizdə izahımıza məziyyətlərdən danışdıq. İkinci, artıq bugün demək söhbət getməlidir Kəsranilər sülaləsindən. Kəsranilər sülaləsinin birinci nümayəndəsi birinci Məniçöhr olur. Məniçöhr. Məniçöhrün hakimiyyəti illərində ölkəmiz 1030-cu ildə Slavyanların hücumundan məruz qalır. Slavyan dərsindən keçmişik ki, gəlirlər. Daha sonra da 1032-33-cü illərdə də gəlirlər. Sərir Valan tayfaları ilə birlikdə və Şirvanşahlar ərazilərini qarət edirlər. Birinci Məniçöhrdən sonra hakimiyyətdə biz kitabda görürük ki, birinci Fəribrüzün adı verilib. Fəribrüz əslində bayaqlarım biz tanıdıq. Hardan tanıdıq? Titulu əlindən alınan hökümdardır bu. 1066-cı ildə 1066-cı ildə nə olur? Səlcuqlardan asılı hala düşür və Şirvanşah titulunu itirir və məlik titulu daşıyır birinci Fəribrüz. Bizə lazım olan bu dərsdəki ən görkəmli şəxsiyyətlərdən biri 3-cü Məniçöhrdür. 3-cü Məniçöhr. Və yadımızda saxlayaq ki, Səlcuqlardan asılı düşdük, lakin 11-ci əsrin ortalarında Səlcuqlardan yenidən müstəqil olacaq. Bu Məniçöhr hakimiyyətə gələndə Səlcuqlardan asılılıq dönəmimiz davam edirdi bizim. Məniçöhr hakimiyyətə gəldikdə artıq Səlcuq dövləti yavaş-yavaş zəifləyir və bu zəifləmədən Məniçöhr istifadə edərək onlara verilən vergini dayandırır. Bu arada Fəribrüz onlarla ittifaq bağlamışdı ki, sizə ildə 40.000 dinar xərac verəcəyik. Və Məniçöhr hakimiyyətə gəldikdə həmən xəracın verilməsini dayandırır və Səlcuqlardan üz döndərərək Gürcülərlə yaxınlaşır. Heç bu manşetdə yazmırmış. Demək, Gürcülərlə yaxınlaşır. Gürcülərlə ürək qoyaq, yəni Gürcülərlə dost olmağa başlayır. Hətta neyinir? Gürcü çarı 4-cü Davidin qızı Tamarla evlənir. Bir də təkrar edirəm ki, 4-cü Davidin qızı Tamarla evlənir, yəni nikah diplomatiyasını əl atır və hakimiyyətə gəlir. Lakin ölkə yenə də Səlcuqların hücumuna məruz qalır. 4-cü David bizə kömək edir. Lakin David bunun Məniçöhrün qaynatası olmasına baxmayaraq, Məniçöhrün dövlətin üzərinə David özü də yürüş edəcək. Lakin gəlir 1125-ci ildə David ölür. Yəni yürüşü tamamlasa da işğalçılıq siyasətini uzun illər davam etdirə bilmir və ölür. Davidin ölümündən sonra ölkədə vəziyyət bir qədər çətinləşir. Niyə? Çünki Daviddən sonra da Məniçöhr öləcək və Məniçöhr öldükdən sonra hakimiyyət uğrunda oğlanları qırğın aparacaqlar ki, kim gəlsin hakimiyyətə. Bu zaman Məniçöhrün həyat yoldaşı Tamar, yəni həm də 4-cü Davidin qızı idi, yəni Gürcüdür. Kiçik oğlu ilə bərabər Şirvanşahlar dövlətini Gürcülərə birləşdirmək istəyir. Bu zaman Məniçöhrlə Tamarın böyük oğlu olan Axsitan Atabəylərin köməyi ilə, bu cümləni yaxşı yadda saxlayın, Atabəylərin köməyi ilə hakimiyyəti ələ alır və Şirvanşahların Gürcüstana birləşdirilməsinə icazə vermir və Axsistan hakimiyyətə gəlir. Axsistan hakimiyyətə gəldikdən sonra nə edəcək? Paytaxtı köçürəcək. 1192-ci ildə paytaxt Bakı şəhərinə köçürülür. Niyə? Çünki Şamaxıda zəlzələ baş verir. Plus Dərbənd səddini təmir etdirəcək. Atabəylərlə dostluq münasibəti aparacaq. Amma indi Atabəylərin içərisində də keçəcək. Bir müddətdən sonra onlarla münasibəti kəskinləşəcək. Yəni bu formada. Həmçinin Gürcülərə qarşı da mübarizə aparacaq. Birinci Axsistan. Bu da bizim Şirvanşahlarımızın 11-12-ci əsrləri. Kimləri keçdik? Birinci Məniçöhr, birinci Fəribrüz, 3-cü Məniçöhr və Axsistan. 4 nəfəri keçirib bu dövrdə. Əsas nələri yadda saxlamalı olduğumuzu da qeyd elədik. Məniçöhrdə Slavyanları, Fəribrüzdə Səlcuqları, 3-cü Məniçöhrdə Gürcülərlə müttəfiqliyi və Səlcuqlarla mübarizəni, Axsistanda isə paytaxtın köçürülməsini, Dərbəndin yenidən təmir edilməsini və Gürcülərlə mübarizə aparılmasını.
Həmçinin Atabəyləri də yadda saxlayın burada. İndi Atabəylərin kömək etdiyi